Vətən müharibəsində igidlik göstərən kəşfiyyatçılarımızdan biri də 26 yaşlı Rauf Yaqubovdur. İgidimiz Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Aldığı travma nəticəsində nitq qabiliyyətini tamamilə itirib. Həmçinin ayağından 3 qəlpə yarası alıb. Rauf Yaqubovun özəl klinikalardan birində davam edən müalicəsi artıq sona çatıb və o artıq öz ayaqları üzərində dayanır.